Hoş gördük yeniden sizi əziz, dəyərli kanal izləyiciləri. Hər birinizi salamlayıram. Bugün yeniden video çəkəcəyik, yeniden videolardan izah edəcəyik. Və bundan öncəki videoya baxmısınızsa, güvən toplusuna aid olan Python yazılı tələb olan suallarını izah etmişdik. İndi isə qaldığımız yerdən davam edirik. Bildiyiniz kimi bu bölmədə 40 sual var və 20 sualı işləmişdik. İndi isə 21-ci sualdan etibarən başlaya bilərik. Belə ki, Aydın yalnız 4 əməli yerinə yetirən kalkulyator proqramı hazırlamalıdır. Proqram istifadəçidən 2 ədəd daxil etməsini və onlarla hansı əməliyyatı 1 toplamanı, 2 çıxmanı, 3 vurmanı, 4 bölməni bildirir. Etmək istədiyini soruşub, istifadəçinin seçiminə əsasən müvafiq əməliyyat yerinə yetirir və nəticə göstərilməlidir. Baxırıq, giriş daxil edilib, 2 qiymət daxil edilib və ekranda seçim 1 yazılıb, ekranda 17.0 çıxıb. 1 yazılıbsa, deməli toplanıb. Toplanıbsa, bu 5-in üzərinə 12, 17.0. Deməli, bizim daxil etmək istədiyimiz ədəd də float tipində olmalıdır ki, belə bir nəticə versin. Odur ki, başlayaq. İlk olaraq bizim bir A ədədimiz var və bu ədədi burada yazırıq. Və eyni zamanda B ədədi də var. B bərabərdir int input. Bunu da burada yazırıq. Daha doğrusu bunu gəlin dəyişirik. Float dediksə, float yazaq. Bu şəkildə yazdıq və eyni zamanda B bərabərdir float. Yəni həqiqi ədəddir. Bu şəkildə yaza bilsək yaxşı olacaq. Deməli və eyni zamanda bizə lazım olan budur ki, seçim yazacağıq. 1, 2, 3, 4 daxil olunacaq və bu 1, 2, 3, 4-ü isə biz int olaraq yazaq. Hətta seçim olaraq belə yaza bilərik bizə. Seçim bərabərdir int input. Artıq bizə lazım olan ifadələri daxil etmişiksə, o zaman yoxlaya bilərik. If deyirəm, əgər mənim daxil etdiyim bərabərdirsə 1-ə, yəni bu o deməkdir ki, bu ədədləri toplayaq və birbaşa A plus B-ni yaza bilərik. Və yoxlayaq görək ki, həqiqətən də bunu aldıqmı? Deməli, ilk olaraq A ədədini daxil edirəm 6, B ədədini daxil edirəm 25 və seçim daxil edirəm 1. Gördüyünüz kimi bu ədədləri burada toplayıb nəticəni bizə verdi. Odur ki, davam edək. Əks halda əgər nə ola bilər? Seçim bərabər olar 2-yə. 2-yə bərabər olarsa print A çıxaq B yazırıq bura. Və bunlar aydındırsa artıq biz davam edə bilərik. Bunları kopyalayıb bura yapışdırdıq. 3 yazdıqsa o zaman A vuraq B yazacağıq və eyni zamanda gəlirik buradan 4 olsa nə edəcəyik? A bölək B yazacağıq. Əks halda yaza bilərik, əgər bunlar xaricində başqa bir qiymət yazılıbsa, düzgün qiymət yazılmayıb desin. Amma düşünürəm ki, bu həmin məsələnin həlli üçün yetərli olar. Keçirik ikinci suala. Klaviatura daxil edilmiş ədədin sadə olub olmadığını yoxlayan proqramı funksiyadan istifadə etməklə Python dilində yazın, qurun. Deməli, bunu necə yaza bilərik? Gəlirik buradan 22 bu şəkildə yazdıq. Deməli, ilk olaraq biz funksiyadan istifadə edəcəksə, funksiyanı yazırıq və sadə burada yazıram. Və n də yazdım bura, boşa nöqtəni qoyduq. Biz normalda sadə ədəd olub olmadığını yoxlamaqdan ötürü bölənlərin sayını tapa bilərik. Bölənlərin sayı 2-dən çoxdursa, deməli bu sadə deyil, mürəkkəbdir. 2-dirsə sadədir. Amma bunu yazmadan necə yaza bilərik? Başqa bir variant yazmağa çalışacağıq. Burada deməli ilk olaraq bizim daxil edəcəyik for in range mənə 2 və n aralığı yetərli olacaq. Çünki istəmədim birdən başlayaq. Əgər ədəd sadədirsə 1-ə və özünə bölünür. Eyni zamanda mürəkkəb ədəd də 1-ə və özünə bölünür deyə o zaman bunları yoxlamaq istəmirəm. Ona görə 2-dən n-ə qədər başlatdıq və belə bir ifadə yazacağıq ki, if əgər n faiz i bərabərdirsə 0, mənim daxil etdiyim n ədədi buradakı 2-dən başlayaraq özünə qədər, özü daxil deyil, hər hansı bir ədədə bölünsə, deməli bu sadə deyil. O zaman bizə return qaytarsın
sadə deyil. Yox, əgər hətta burada yox, burada yazacağıq. Burada da bunu dayandıraq. Bu şəkildə yazaq. Break verək. Break. Yəni əgər sadə deyilsə, bu artıq burada dayansın. Başqa bir şey yoxlamağa ehtiyac qalmasın. Else halında isə yazıram. Return sadə ədəddir. Deməli, hansısa bir ədəd 2-dən etibarən özünə qədər özü daxil deyil. Hansısa bir ədədə bölünmürsə, o zaman bu sadə ədəddir. Əks halda ona görə yazdıq. Və burada deməli biz ədəd daxil eləməliyik ki, orada yoxlaya bilsin. Int input yazdıq və print və bunu da yazırıq sadə n. Həmin funksiyanı çağırdıq burada. N daxil etdiyimiz ifadəni buna yazdıq və yoxlayaq baxaq görək alınırmı? Deməli 5 daxil edək, 5 sadə ədəddir. Və eyni zamanda 16 yazırıq. Sadə deyil. Bu şəkildə yazdıq. Bunu yenə də fərqli variantlarda yaza bilərsiniz. Mən bu şəkildə yazmış oldum. 23-cü sual. Klaviaturadan daxil edilmiş n sayda elementdən ibarət olan siyahının ən böyük və ən kiçik elementinin indeksini çap edən proqramı Python dilində yazın. N sayda elementdən ibarət olan siyahının ən böyük və ən kiçik elementinin indeksini 23 və n bərabərdir list map int input nöqtə split. Artıq bizim siyahımız hazırdır. Həmin bu siyahıda yoxlaya biləcəyik bizim ən kiçik qiymətimiz və ən böyük qiymətimiz nədir? Yazıram o zaman max bərabərdir max n. N siyahısında və mini də bərabərdir. Yenə də n siyahısının ən böyük və ən kiçik qiymətini çıxartdıq və baxaq görək ki, düzgün çıxartdıqmı? Max və mini. Bu şəkildə yoxlayırıq. 25, 36, 98, 78, 12, 4, 68 və 32. Baxırıq, ən böyük qiymətin 98 və ən kiçik qiymətin isə gördüyümüz kimi burada 4 olduğunu bizə tapdı, çıxartdı. İndi bizə lazımdır ki, həmin bu ifadədə biz tapaq maksimum və minimum olan elementin indeksini tapaq. O zaman yoxlaya bilərik. Bu burada qalsın hələ ki, istəyirsiniz. Mənə lazımdır ki, max'ın indeksini tapaq. Bunu necə tapa bilərik? N nöqtə belə yazaq. Print n nöqtə index max və eyni zamanda n nöqtə index mini. Bu şəkildə yazdıq və yenidən yoxlayaq. Görək düzgün oldu mu? Deməli bizim daxil edirik 56, 3, 89, 47, 124, 12. Baxırıq. Daxil etdiyimiz ifadələrdən 3 ən minimumdur. Görürük burada və 3-ün indeksi 1-dir. 0, 1. Növbəti isə 124 isə ən maksimumdur. 0-cı indeks, 1-ci indeks, 2-ci, 3-cü və 4-cü indeksi bu şəkildə çap edə bildik. Deməli, siyahı formalaşdırdıq. Həmin siyahının maksimum və minimum elementlərini tapdıqdan sonra isə onların indeksini də tapmış olduq. Yenə də bunu bu şəkildə yazdım və keçək növbəti suala. N faktorial hesablayan proqramı Python dilində yazın. Deməli, burada da yenə də gəlirik. 24 n bərabərdir int input yazdıq burada. N faktorial başlanğıc qiymət olaraq hasil 1-dir və i də bərabərdir 1-dir. Və for i in range bu şəkildə yazdıq. 1-dən n plus 1-ə qədər ədədləri bir-birinə vuracağıq. H bərabərdir h vuraq i. Və bunu vurduqdan sonra print h da yaza bilərək bu məsələni yekunlaşdıra bilirsiniz. Deməli, 5 yazıram, 120 faktorialı vermiş oldu. Düzdür, burada əgər istəsəniz 1 yazmaya da bilərsiniz. 2-dən də başlada bilərsiniz. Bu nə deməkdir? Bu o deməkdir ki, 1 vuraq 2 vuraq 3 vuraq 4 vuraq 5 elə eyni zamanda bərabərdir 2 vuraq 3 vuraq 4 vuraq 5-ə.
Odur ki, birdən hesablamasın, bir dövr daha az işləsin deyib bu şəkildə də yazıb nəticəni yenə də doğru ala bilərsiniz. Burada gördüyünüz kimi. Ümid edirəm ki, bunlar aydındır. Əvvəlki videolarda da bunlarla bağlı, bu tip suallarla bağlı məsələlər həlli var. Oradan da baxa bilərsiniz. Növbətiyə keçə bilərik. 25. Klaviaturdan daxil edilmiş n sayda tam ədəd tipli elementdən ibarət olan siyahının elementlərinin ədədi ortasını hesablayan proqramı Python dilində yazın. N sayda tam ədəd tipli elementdən ibarət olan siyahının elementlərinin ədədi ortasını. Deməli, az öncə yazdığımız ifadə şəklində də yaza bilərik. Hazır siyahı formalaşdırarıq. Bu siyahı formalaşdırandan sonra isə və ədədi ortasını tapa bilərik. Və istəyirsiniz elə bu şəkildə də yazaq. 25-ci sual idi bu. Gəlirik, artıq bizim siyahımız var və biz sum n deməklə siyahındakı elementlərinin cəmini tapırıq və eyni zamanda len n deməklə siyahdakı elementlərin sayını tapırıq və bu bizə verir ədədi ortanı. Bu şəkildə yazdıq. Çalışdırıb yoxlaya bilərsiniz. Deyək, biz daxil edirik 2, 3, 5 və 6 daxil edirik. Deməli, 4 dənə element var burada. Bunları cəmlədiyimiz anda 5, 5, 16, 16-nı da 4-ə böləndə 4.0 ədədi ortanı bu şəkildə tapmış oluruq. 26-cı sual. Klaviaturdan daxil edilmiş ədədin mükəmməl olub olmadığını yoxlayan proqramı Python dilində yazın. Burada qeyd olunub mükəmməl ədəd nə deməkdir? Mükəmməl ədəd ədədin özünə qədər bölənlərinin cəmi deməkdir. Deməli, biz hesablayacağıq öz bölənini, özünü götürməyəcəyik. Bölən olaraq özünü saymayacağıq. Həmin ədədə qədər. O zaman yenə də burada başlayaq yazmağa. 26-cı sual yazdıq. N bərabərdir. Int input yazırıq bu şəkildə. Və s bərabər 0 deyə bir cəmimiz lazım olacaq. Onun da başlanğıc qiymətini bu şəkildə yazdıq. Və yoxlayırıq for i in range. Bu şəkildə yazdıq. Birdən ilk bölən birdən başladı və n-ə qədər n-in özünü daxil eləmədik. Və burada yoxladıq. Əgər həmin daxil etdiyimiz n ədədi i-yə bölünürsə, o zaman s artsın. S bərabərdir. S plus i yazacaq. Bəli, i yazacaq. Çünki buradakı i-ni hər dəfə artırırıq. Daha doğrusu dövrün içərisində onsuz da artır və i-ni yazdıq və ən sonda yoxlayacağıq ki, əgər bizim aldığımız s görəsən n-ə bərabərdirmi? Bu ədədə bərabərdirmi? Bərabərdirsə, o zaman bu mükəmməl ədəddir. Yoxlayırdıq. Mükəmməl. Əks halda isə mükəmməl deyil. Bunu yes-no da yazıb daha sürətləndirə bilərdik, amma belə yazdım. Deməli, 28 yazsaq mükəmməl ədəd olmuş olur. 36 yazırıq, mükəmməl deyil. Bu şəkildə də nəticəni görmüş olduq, yoldaşlar. Keçə bilərik 27-ci suala. Klaviaturadan daxil edilmiş sətirdə saytlərin və samitlərin sayını müəyyən edən proqramı Python dilində yazın. N bərabərdir, input yazıram. Mən hansı ifadəni daxil edəcəyim, ondan ötürü input verdim. Və eyni zamanda saytlar və samitlər sətrində burada əlavə edəcəm və burada qeyd edildiyi kimi görürsünüz ki, Azərbaycan əlifbasında olan hərflərdən söhbət gedir və odur ki, mən öncədən götürdüyüm şəkildə bura yapışdırıram. Saytları bu şəkildə və samitləri də eyni şəkildə burada görürsünüz artıq. Amma burada böyük hərfləri də əlavə edə bilərik. Çünki burada böyük hərflər də nəzərdə tutulur. O zaman bunu biz də hesablamalıyıq. Amma hal-hazırda əlavə eləmirəm. Deməli, bunu yazdıqdan sonra sayı da tapacağımıza görə bizim başlanğıc qiymətimiz 0-dır və eyni zamanda samit say olaraq da başlanğıc qiymətimiz 0-dır. Və bundan sonra mən daxil etdiyim sətrin içərisinə girirəm. Burada yoxlayıram ki, daxil etdiyim ifadədə i hər hansı bir hərfi əgər yoxlayıram, əgər saytların içərisində varsa, sayt sətrinin, yəni mənim burada sayt sətri yazmışam, onun içərisində varsa, o zaman sayt say üstə gələrək bərabərdir 1 yazıram. Yəni 1 vahid artırdım. Əks halda yazmıram, çünki əks halda başqa boşluq ola bilər. Məsələn,
iki söz ola bilər. Arasındakı boşluğu da hesablayacaq. Odur ki, yenidən elif verirəm. Yox, əgər in samitlərin içərisindədirsə, o zaman samit say başlasın bir vahid artmağa. Və bunu çalışdırırıq. Print sait say, eyni zamanda samit say bu şəkildə yazdıq və çalışdıraq. Salam millət bu şəkildə yazdım. 4 saitin olduğunu, 7 samitin olduğunu gördük. İndi isə yenidən çalışdıraraq bir daha yoxlayırıq. Əgər mən böyük hərflə daxil edərəmsə bura, baxaq görək burada nə ifadə çıxacaq. Yoxladığımız anda 4-5 çıxdı. Deməli, böyük simvolları saymadı. Biz bunu düzəliş eləməkdən ötürü bura böyük saitləri və böyük samit hərflərini daxil edə bilərik və o zaman düz işləyəcək. Amma onu eləməyək deyə başqa necə eləyə bilərik? Birinci yol bu şəkildədir ki, biz burada yoxlaya bilərik. Lower bu funksiyadan istifadə edə bilərik. Yəni, həmin bu i-nin kiçildilmiş forması saytda varsa və eyni zamanda bunu da bu şəkildə yaza bilərik. Varsa, o zaman hesablasın. Bu zaman artıq bizim problemimiz olmamalıdır. Bu şəkildə yazdıq və 4-7 yenə də gördüyünüz kimi çıxır. Və yaxud da ki, bunu bu şəkildə yazmayıb, sadəcə burada da yaza bilərsiniz. İlk başda n bərabərdir, n.lower deməklə bu məsələni də burada birləşdirə bilərsiniz. O zaman isə bunlara ehtiyac qalmır. Daxil etdiyimiz ifadəni artıq bu şəkildə yaza bilərsiniz. Bu da növbəti yazı qaydası idi. 28-ci suala baxa bilərik. Klaviaturadan daxil edilmiş sətirdəki sözlərin sayını müəyyən edərək proqramı Python dilində yazın və onu da gəlirəm bura, bu şəkildə yazıram. Deməli, bizim daxil etdiyimiz bir ifadə olsun. N bərabərdir. Salam, millət. Bu şəkildə yazdım və bunu biz söz-söz saymalıyıq. Elə ən ağla gələn üsul isə budur. N.split bu şəkildə yazdıq. Artıq biz bunu siyahıya atmışıq. Baxaq görək necə görünür və bunu yoxladıqdan sonra baxırıq ki, salam, millət, necəsiniz? Artıq siyahıda element şəklində olub və bu zamanda biz bunun sayını artıq rahat şəkildə tapa bilərik. Len funksiyasından istifadə eləməklə 3 dənə gördüyünüz kimi ifadə var. Təbii ki, bizdən bunu soruşmur. Biz input deyəcəyik və bu şəkildə məsələnin həllini yazmış olacağıq. 28-ci sual buydu. 29-cu suala baxsaq, klaviaturadan daxil edilmiş sətirdəki rəqəmlərin cəmini hesablayan proqramı Python dilində yazın. Sətirdəki rəqəmlərin cəmini. Deməli, bunu da yazmaqdan ötürü gəlirik. 29 bu şəkildə yazırıq. Bunu da bir neçə variantda yaza bilərik. İlk öncə n bərabərdir. Yenə də bir nümunə yazaq bu şəkildə. Fərqli simvollar var və bizim də rəqəm simvollarımız var. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bunu yazsaq bu üsuldan və cəm də dediyinə görə s bərabərdir 0-dır. For, in, n-in içərisinə yenə girdik və burada yenə yoxlayır ki, görəsən R-də varmı? Yəni rəqəmdirmi? Rəqəmdirsə, o zaman s bərabərdir s plus i yazmıram. Int i yazıram. Yəqin ki, bunu bir çoxumuz bildi. Axı, burada ifadələr sətir tipindədir. Biz də rəqəm tipi ilə, yəni int tipi ilə str tipini toplaya bilmərik. Odur ki, ona görə dəyişdik. Və artıq bitdi. Print s yazırıq. Burada yoxlaya bilərik. Nəticəmiz hazırdır. 5, 6, 5, 16 etdi. Buradan da görmüş oluruz. Bu variantlardan sadəcə biri idi ki, bu şəkildə yazdıq. İstərsəniz daha bir variant deyim. Vaxt olarsa əlavə bunlara aid fərqli video çəkib onu sizinlə də paylaşaram. Bu zaman deyək ki, bunu yazmırıq və belə bir funksiya var. If i nöqtə is digit. Diqqət edin, baxın burada. Əgər bu rəqəmdirsə, is digit
funksiyası var. Veya da ki is numerik de yazabilirsiniz. Bunun yerine is numerik burada olduğu kimi bu şekilde de yazabilirsiniz. Ya da başka varyantlarını değerlendirebilirsiniz. Bu da nəticəmizi bizə göstərəcək. Təbii ki, yenə də burada input yazırıq. Fərqli ifadələr daxil etmə imkanı olsun. Bu da 29-cu sual idi. 30-cu suala baxa bilərik. Klaviaturuna daxil edilmiş sətrin böyük və kiçik hərflərinin sayını müəyyən edən proqramı Python dilində yazın. Böyük və kiçik hərfləri yoxlayacağıq. Deməli, burada daxil edirik. 30 yazdıq. N bərabərdir. Input yazırıq. Yenə də böyük hərflərdən ibarət bir sətr, kiçik hərflərdən ibarət bir sətr formalaşdıra bilərik. Onun içində varsa yaza bilərik. Amma belə yazıram. Böyük say bərabərdir 0. Bunu qeyd etməliyik. Kiçik say bərabərdir 0. Və for i, in, n'in içərisində isə if deyirəm i nöqtə is upper. Bu funksiyadan istifadə edirik. Böyükdürsə o zaman böyük say bərabərdir böyük say üstə yerə 1. Əks halda kiçikdir yazacağıq. Amma bəzi ifadələrdə bunu görməyə bilər. O zaman yenə də belə yazıram. I nöqtə is lower. Həm də bu funksiyanı görəsiz. Bu zamanda kiçik say bərabərdir. Kiçik say üstə yerə 1 bu şəkildə yazdıq və print böyük say, kiçik say ekrana verməyə çalışaq. Baxaq görək düzmü yazdıq. Deməli, salam olmadı. Bu şəkildə yazdıq. Kiçik 9, böyük 2. Burada baxdığımız anda 2 dənə böyükdür. Kiçik 3 burada. 3 da burada. Bu şəkildə nəticəmizi görmüş oldunuz bu ifadədə. Təbii ki, fərqli ifadələr yazıb özünüz də baxa bilərsiniz. İndi isə 31-ci suala baxa bilərik. Ədədi silsilənin n-ci həddini tapan proqramı Python dilində yazın. Deməli, ədədi silsilə düsturunu xatırlamağa çalışsaq, nə yazırdıq? A1 üstə gedək n-1 vuraq D. Bunu xatırladıqsa artıq biz məsələni yaza bilərik. 31-ci sual. Python gəldik. İlk olaraq biz daxil edirik. A1 bərabərdir. Bu float tipində olsun. Input. Bu şəkildə yazdıq. Bunu yazdıqdan sonra isə biz n ədədini n bərabərdir. Int input daxil edə bilərik. Və D də bərabərdir. Float input bu şəkildə yazdıq. Əgər oradakı düsturlardakı simvolları nəzərə alsaq, o zaman bizim ifadəmiz isə belə olsun. K bərabərdir. A1 üstə gələk. N minus yazırıq burada. N minus 1 vuraq D bu şəkildə yazdıq. A1 plus N minus 1 vuraq D. O zaman da print K yaza bilərik. Bunu ayırsaq. Və həmən ədədi silsilədən sonra həndəsi silsilə idi. Səhvlənməmsə digər sualda da ona da keçid ala bilərik. Həndəsi silsilədə n-ci həddini tapan proqramı Python dilində yazın. Deməli, burada yazacağıq ki, A1 vuraq 2 üstü n-1. Bunu da bu şəkildə yazacağıq. Həndəsi silsiləni. Deməli, burada yenə də yazmağa başlayaq. 31-ci sual bu şəkildə yazmışıq. Bu 32-ci sual. Deməli, ilk olaraq A1 bərabərdir float. Bu ifadəni daxil etdik və bunu da input olaraq bura yazdıq. Və yenə də n bərabərdir int input burada qeyd eləmiş olmuşuq. Və 2 bərabərdir float. Bunu da daxil edək. Input. Bunları daxil etdiksə artıq biz yaza bilərik ki, h bərabərdir A1 vuraq 2 üstü 2 üstünü də bu şəkildə yazacağıq və n
minus 1 yazmaqla print harf çapa getsin. Bu isə birinci həddini tapmış olacağıq. Baxaq görək növbəti sual nə idi? 33-cü sual. Klaviaturun daxil edilmiş natur ədədin rəqəmlərini artan sıra ilə düzən proqramı Python dilində yazın. Rəqəmləri artan sıra ilə düzəcəyik və bu da olsun belə. N bərabərdir int input. Əgər bu ədəd tipindədirsə eybi yoxdur. N bərabərdir str input str n yaza bilərik. Artıq biz verilmiş bu ədədi str, yəni sətir tipinə çevirdik. Sətir tipinə çevirdikdən sonra eyni zamanda bunu listə də çevirə bilərik. List str n yazdıq. Artıq bizim belə bir siyahımız var. Baxaq print n deyirik və yoxlayırıq. Belə bir ifadə 2, 5, 6, 4 burada gördüyünüz kimi formalaşıb. Və bunu burada yazdıqdan sonra biz n.sort yaza bilərik. N.sort nə edir? Kiçikdən böyüyə doğru düzür. Baxırıq, bu şəkildə düzmüş oldu. Bunu biz join ilə də birləşdirə bilərik, ya da bir for dövrü istifadə edərək də birləşdirə bilərik. İstəyirsiniz, ilk öncə belə yazaq. K bərabərdir boş join-i burada qeyd edirik və hansı siyahının, n siyahının elementlərini birləşdirsin və print K bu şəkildə yoxlayaq. Görək, həqiqətən də istədiyimizi ala bildikmi? Gördüyünüz kimi bu qarışıq bir ifadə, bu siyahımız idi. Bu isə artıq bizim olan ədədimizi olduğu kimi göstərdi. Artıq burada biz printi silə bilərik. Və eyni zamanda dövrdən istifadə edərək də yoxlaya bilərsiniz. İstərsəniz onu da yazaq. O zaman biz siyahını formalaşdırmışıq. Siyahını kiçikdən böyüyə doğru düzmüşük və S bərabərdir boş sətrimiz var və bu şəkildə for i in n, yenə də n siyahısının içərisində gəzirik və S bərabərdir S plus i yaza bilərik. Çünki S də sətr tipindədir, i də sətr tipindədir və bu zamanda print S verərik, yenə də eyni nəticəni almış olaraq bu şəkildə kiçikdən böyüyə, yəni artan sıra ilə düzülmüş oldu. Təbii ki, burada str tipində nəticə vermiş oldu. İstəsəniz bunu int-ə də çevirə bilərsiniz, amma görüntü etibarilə heç bir rolu yoxdur. 34-cü sual. Klaviatura daxil edilmiş ədədin 2-nin qüvvəti olub olmadığını yoxlayan proqramı Python dilində yazın. 34-cü sual. Deyə bilərik ki, n bərabərdir int input. Və yoxlayıram ki, while n faiz 2 bərabərsə 0, n bərabərdir n bölək 2. Və burada yoxlayacağım ki, if n bərabərdirmi 1-ə, n bərabərdirsə 1-ə, print 2-nin qüvvəti. Əks halda print 2-nin qüvvəti deyil. Bunu bu şəkildə yazsaq və çalışdırsaq görək necə olur. 16 yazırıq, 2-nin qüvvətidir və 6 yazıram, 2-nin qüvvəti deyil. 128 yazıram, 2-nin qüvvəti. Bu da qeyd edək ki, variantlardan sadəcə biridir, fərqli variantlardadır. Yenə də bu məsələni yaza bilərsiniz. Və növbəti suala baxa bilərik. Klaviaturadan daxil edilmiş natur ədədin, yox, 35-ə baxmadıq, üzrlü hesab edin. Klaviaturadan daxil edilmiş 2-nin qüvvəti olan hər hansı bir ədədin 2-nin hansı dərəcədən qüvvəti olduğunu tapan proqramı Python dilində yazın. Onu da yaza bilərik fərqli versiyada, amma mən bu şəkildə yazmaq istəyirəm. 35-ci sual. Deməli, yenə də n-imiz lazımdır bizim. N ədədini daxil edirik və 2-nin qüvvətini yoxlamaqdan ötürü ilk olaraq i bərabərdir 0. 2 üssü 0. Sonra bu i artacaq ki, 2 üssü 1, 2 üssü 2, 2 üssü 3 və ən nəhayət n-ə qədər getsin. O zaman while-ın içərisində belə bir şey yazaram.
2 üstü i kiçik bərabərdir n-dirsə və burada yoxlayaq ki, if 2 üstü i əgər bərabərdirsə yenə print i-ni yazırıq. i nə deməkdir? Artıq həmin o dərəcə deməkdir və sözsüz ki, i bərabər i plus 1 yazmağı unutmamalıyıq. Və bunu yoxlasaq 16 ədəd daxil edirik, 4 çıxdı. 2 üstü 4, 16 deməkdir. Yəni və yaxud da ki 32 daxil edirik, 5 çıxdı. Dərəcəsini bu şəkildə tapdıq. Bu da variantlardan biridir. 36-cı suala baxa bilərik, yoldaşlar. Klaviaturadan daxil edilmiş natural ədədin əvvəlinə n ədədini əlavə etməklə çapa verən proqramı Python dilində yazın. Bu nə deməkdir? Anlamağa çalışıram. 256 hər halda bura 256 daxil edib və yaxud da ki, eyni ədədi midir? Natural ədədin əvvəlinə n ədədini əlavə etməklə. Hər halda bir ədəd daxil edəcəyik. Növbəti ədədi, A ədədini bu şəkildə yazacağıq. Gəlirik bura 36, bunu yazdıq və n bərabərdir int input. Bu artıq mənim ilk olaraq daxil etdiyim ədəddir və o zaman bunu A yazaq əgər düzgün. Int input sonradan daxil etdiyimiz ədəd isə bu olsun və s bərabərdir str n üstə gələk str a və print s. Print s hər halda bu şəkildə idi və bunu da yoxlamağa çalışaq. Deməli 225 daxil edim və 32-ni daxil etdiyimiz anda 32 əvvəldə oldu. 36-cı sual bu şəkildə. 37-ci suala keçək. Klaviaturadan daxil edilmiş n natural ədədində ədədin maksimal rəqəminin neçə dəfə təkrarlandığını tapan proqramı Python dilində yazın. Gəlirik 37-ci sual. n bərabərdir int input. Bunu natural ədəd olaraq daxil edirik. Birbaşa təbii ki, inputda yaza bilərik. Amma belə yazıram, ədəd olduğu olsun və str-n yazandan sonra biz bunun maksimum rəqəmini tapa bilərik. Və maksimum rəqəmi də bu şəkildə tapacağıq. Max n. Max n-i də tapdıqdan sonra bunun həmin max n-in neçə dəfə təkrarlandığını tapmaqdan ötürü n.count və bu şəkildə max n-i yoxlaya bilərik və sözsüz ki, bunu da gəlin ekranda çalışdıraq. Və belə bir ifadə daxil edirəm. 2, 4, 5, 6, 7, 7, 3, 7, 7 və 1, 7. Yoxlayıram. Ən maksimum rəqəm 7-dir və 7 gördüyünüz kimi burada 5 dəfə təkrar olunub. 38-ci suala baxa bilərik. 100 elementdən ibarət yaradılmış siyahının müxtəlif elementlərinin cəmini tapan proqramı Python dilində yazın. Deməli, 100 dənə elementdən ibarət siyahı. Bunun içərisində 25, 36, 48, 25, 34 bu kimi ifadələr olacaqsa, hərəsindən birini yəqin götürəcəyik. 25, 36, 48, 34 və bu elementlərin cəmini hesablayacağıq və ilk olaraq baxaq. Deməli 100 elementdən ibarət yaradılmış siyahı 38-ci suala baxırıq. Buradan 38 nöqtə və burada yoxlaya bilərik. n bərabərdir int input. Artıq buna ehtiyac yoxdur. Çünki 100 deyilir və burada isə yazıram for i in range 100 və a bərabərdir int input. Bu şəkildə yazıram və bu həmin a ədədini mən s siyahısına atacağım. S.append a. Bunu bu siyahıya göndərmiş olduq və bundan sonra bizim siyahımız hazırdır. Print s dediyimiz anda bizim siyahımız hazır olacaq. Sadəcə burada 100 yox, hələlik 5 qiyməti yoxlayaq və görək ki, biz düzgünmü etdik? 5 dənə ədəd daxil edəcəm. 14, 7 və bizim siyahımız hazırdır. İndi isə bu siyahının içərisində baxmalıyıq. Biz əgər təkrarlanan varmı? Yəni bunu başqa bir siyahı açıb
yenidən onun içərisində yoxlaya bilərik. Amma belə də yoxlaya bilərik. Həmin bu A-nı belə yoxlaya bilərik. If deyirəm s.count A bərabərsə 0, o zaman s.append A-sin mənim daxil etdiyim A ədədi əgər burada yoxdursa, yəni buradakıların sayı 0-dırsa, o zaman atsın. 25-i atıbsa, növbəti 25-ə gələndə demək ki, atmayacaq. Baxaq görək düzmü dedik. Yenə də 5 dənə ədəd daxil edəcəyik. Bu ədədlər 12, 5, 5, 6 və hərəsindən birini burada görmüş olduq. Deməli, bu ifadələrə baxdı. 3 dənə 5 daxillədiksə, amma bir dənə 5 görünmüş oldu. Deməli, hələ ki düz işləyir və bizdən nə soruşurdu? 100 elementlərin cəmini tapan. Artıq bunu biz cəmini taparıq. Cəmi də tam S yazmaqla bunu daha tez sürətləndirib yekunlaşdıra bilərik. Və burada da 5 yox, 100 dənə element daxil edə biləcəyik artıq. Bunu başqa necə yaza bilərik? Başqa belə də yaza bilərik. S.count ifadəsi yerinə yoxlaya bilərik. Əgər A not in S, əgər mənim daxil etdiyim A S siyahısında yoxdursa, bu şəkildə bunu yaza bilərik. Və yaxud da ki, bunu belə də yaza bilərsiniz. A not yox, not A in S. Hər ikisi keçərli olacaq. Bu şəkildə də yoxlayıb məsələni həllini düzgün tapdığınızdan əmin ola bilərsiniz. Yenə də 5 dənə ədəd daxil edəcəyik. Yoxlayırıq. 6, 3, 4, 6, 6 və 3. Bir də 5 yazırıq. Biz bunu 100-ə doğru dəyişmişik. 100-ə doğru dəyişmək, bu da bitmək bilmir. 5 yazırıq. O zaman yenidən yoxlayıram. 6, 6, 3, 2, 4 yazdığımız anda artıq baxırıq. 6, 3, 9, üstünə 2, 11, üstünə 4, 15. 6-nın birini götürmüş oldu və cəmi bizə verdi və yenidən bunu 100-ə qaytaraq ki, məsələ şərtinə uyğun olsun. Klaviaturadan daxil edilmiş ədəddə ən çox təkrarlanan rəqəmi tapan proqramı Python dilində yazın. 39-cu sual. N bərabərdir input, int input yazırıq. Input bu şəkildə yazdıq. Ədəddəki ən çox təkrarlanan rəqəmin sayını soruşuruq. Və burada yenə də n bərabərdir str n yaza bilərik. Və bir də belə bir şey fikirləşə bilərik ki, bizim maksimum sayımız 0-dır. Bunu hələlik 0 götürürəm. İndiyə qədər hal-hazırda hərəkətə başlamadan öncə. Və o zaman yoxlaya bilərəm ki, for i in n sətrinin içərisində əgər n.count i'lərin sayı böyükdürsə max-dan, bu zaman max bərabər olsun n.count i'yə. Amma bir məsələ var. Buradakı if-i yazmamışıq. Buradakı ifadəni tapırıq, sayı və max'ı müqayisə aparırıq. Baxaq görək, burada düz elədikmi? Və print max yazırıq və yoxlayıram. 6 dənə 2 varmı? Yoxlayırıq. 3 dənəsi burada. 4, 5, 6. Ən çox təkrarlanan rəqəmin sayını tapdıq. İlk olaraq bu şəkildə yazdıq və n.count i. Həmin bu i'lərin sayını yoxladıq. Max-dan, yəni 0-dan böyükdürsə, o zaman max-ın qiyməti niyə 0 olsun axı? Yeni bir qiymət alır və ona görə də çapa bu şəkildə yekun qiyməti verdik. 39-cu sual idi. Bu səhv eləmirəmsə 40-cı suala gəlirik. Daxil edilmiş sətirdəki sözlərin yalnız baş hərflərini birləşdirən proqramı Python dilində yazın. Əslində yuxarıdakı məsələlərdə buna uyğun bir məsələyə baxmışdıq təxminən. Amma yenə də bunda baxaq. N bərabərdir input. Artıq biz bir sətrimiz var. Bu sətri biz siyahıya keçsək, elə məsələ burada həll olur. N bərabərdir n.split. Biz neynədik? Bir daha baxaq. Print n dedik. Mənim daxil etdiyimiz bir ifadə var.
Bakı Dövlət Universiteti. Burada yazdıq əgər. Və bu şəkildə Bakı Dövlət Universiteti hələsi ayrıca element olaraq siyahının içərisinə gəldi və siyahının içərisində olan hər bir elementin isə 0-cı indekslərini toplaya bilərik. Burada nə var ki? Odur ki, burada yazıram for in n siyahısının içərisinə girdik. S bərabərdir S plus həmin bu i'nin 0-cı indeksdə duran elementi axı bəs s-in başlanğıc qiyməti nədir? Boş bir sətirdir və burada da print s yazarıqsa burada artıq bunu görmüş oluruq və yenidən bu şəkildə bir ifadə yazsaq universiteti və bunu da görəcəksiniz ki, həmin bu baş hərflər birləşdi və biz istədiyimiz nəticəni ala bildik. Eyni zamanda biz istədiyimiz videonu da çəkə bildik. Təşəkkür edirəm dəyərli izləyicilər, hörmətli şagirdlər və müəllimlər. Siz nə qədər dəstək olsanız, bizim videolarımızın çoxalmağına səbəb ola bilərsiniz. Ümid edirəm ki, bu videolardan da nələrsə öyrəndik, nəsə yeni bir bilgi əldə etmiş olduq. Hər birinizə uğurlar. Növbəti videolarda görüşənədək əziz kanal izləyiciləri. Hələlik.